2025-ci il sülh ili. Ardıcıl sülh danışıqları davam edir. 16 yanvar Azərbaycan və Ermənistan arasında sərhəd delimitasiyası üzrə dövlət komissiyalarının 11-ci iclası keçirildi. Şimaldan cənuba doğru sərhədlərin müəyyənləşdirilməsi və prosedur təlimatlarının hazırlanması qərarı alındı. Martın 13-də sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair saziş layihəsi üzrə danışıqlar yekunlaşdı. Sazişin mətni ilə bağlı biz deyə bilərik ki, artıq danışıqlar prosesi yekunlaşıb. Bu layihə sülh prosesinin əsas təməlini qoydu. Bir ay sonra 12 aprel Antalya Diplomatiya Forumu çərçivəsində Xarici İşlər Nazirləri görüşərək normallaşma prosesinin mühüm mərhələlərini müzakirə etdilər. 16 may Tirana görüşü. Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan bir araya gəldi. Görüşdə sülh müqaviləsi prosesinin irəliləyişi və yaxın zamanda imzalanması müzakirə mövzusuydu. 10 iyul diqqətlər Əbu-Dabiyə yönəldi. Bu dəfə yüksək səviyyəli görüşdə sülh sazişinin icrası, sərhəd delimitasiyası və dialoqun davam etdirilməsinə dair danışıqlar aparıldı. Və tarixi an 8 avqust ABŞ prezidentinin iştirakı ilə Vaşinqtonda tarixi görüş baş tutdu. Birgə bəyanat imzalandı, sülh sazişi paraflandı. Bugün həqiqətən də tarixi bir gündür və bugün biz Cənubi Qafqazda sülhü bərqərar edirik. 1 sentyabrda Minsk prosesi ilə əlaqəli strukturlar rəsmi olaraq ləğv edildi. 23 sentyabrda isə New Yorkda Xarici İşlər Nazirləri Vaşinqton zirvə görüşünün nəticələrinə əsasən növbəti addımları nəzərdən keçirdilər. 2 oktyabr Kopenhagen, 10 oktyabr Düşənbə, 13 oktyabr Şərm el-Şeyx. Azərbaycan prezidenti və Ermənistan baş naziri ardıcıl görüşlər keçirərək regionda etimad yaratma tədbirləri və sülh gündəliyinin irəliləyişi məsələlərinə diqqət yönəltdilər. 21 oktyabr Azərbaycan ilk humanitar addımını atdı. Rəsmi Bakı Ermənistana yüklərin daşınmasına qoyulmuş məhdudiyyətləri bir tərəfli ləğv etdi. İqtisadi və nəqliyyat əlaqələrinin normallaşması təmin olundu. Eyni gündə parlament rəhbərlərinin görüşü də baş tutdu. 28 noyabrda Qəbələ şəhərində baş nazirin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mer Qriqoryanın sədrliyi altında Azərbaycan və Ermənistan arasında dövlət sərhəddinin delimitasiyası üzrə müvafiq dövlət komissiyalarının 12-ci iclası keçirildi. 1 dekabr Minsk prosesi ilə əlaqəli texniki məsələlər yekunlaşdı. 18 dekabr SOCAR tərəfindən istehsal olunan yanacaq Ermənistana satışa çıxarıldı. İqtisadi əlaqələr və etimad artırıldı. Beləliklə, 2025-ci il Azərbaycan və Ermənistan arasında ardıcıl diplomatik görüşlər, sülh sazişi hazırlıqları, sərhəd delimitasiyası və iqtisadi normallaşma tədbirləri ilə Cənubi Qafqaz bölgəsi üçün yeni mərhələnin başlanğıcı kimi yadda qaldı. Səkinə Hacıyeva, ASTV xəbər.